Dedik ki, alkanların adlandırması beynəlxalq və səmərəli adlanmadır. Beynəlxalq adlanmaya ilk öncə nümunə yazıram və orada bir nümunə yazdım. Hidrogenləri düzə bilirsiniz. Biz deyirik ki, beynəlxalqın birinci qaydası ən uzun zəncir tapılır. Ən uzun zənciri burada qeyd edirəm, 2 dənə. Və burada ən uzun zənciri qeyd etdikdən sonra nömrələmə aparacağım. Görək hansı daha uzundur. Belə gedəndə, düz gedəndə 4 dənə karbon olur. Aşağı düşəndə 3. Deməli, ən uzun zəncirim düppədüz getsəm olacaqdır. Yəni, ən uzun zəncirim ən çox karbon sayı olan zəncir sayılır. Və mən ikinci qaydamda demişəm ki, nömrələmə. Nömrələmə radikal çox olan tərəfdən başlanılır. Radikal CH3 olduğu üçün nömrələnməni mən aparanda 1, 2, deməli ikincidən CH3 birləşib. Amma əks tərəfdən başlasam, yəni sağdan başlasam, 1, 2 qeyd eləsəm, bu zaman 3-cü karbondan sonra CH3 düşmüş sayılırsa, bu da düzgün adlanma sayılmayacaq. Çünki bizim qaydamız radikal yaxın tərəfdən nömrələmə başlanmalıdır. Nömrələnmə burada qeyd olunduğu kimi 1, 2, 3, 4, 4 dənə karbonu olan alkan butan sayılır. Və bu karbona birləşən ikinci qayda nə idi? Karbon, radikal hansı karbona birləşib CH-a? CH neçənci karbondur? İkinci. Ona görə 2-ni qeyd edirəm. İkinci karbondan birləşən radikalın adı metildir. Metili yazdım. Və zəncirdə olan karbon sayının adını qeyd edirəm. 4 karbon olduğu üçün butan deyilir. Bu beynəlxalqdır. Beynəlxalqda rəqəm olur. Bunu qeyd eləyək. Bir də hidrogenlərin düzülüşünü keçən dərs keçmişdim. Hidrogenlərin düzülüşü dediyim kimi hidrogen karbonun valentinə əsasən karbon 4 valentli olmalıdır. Ona əsasən düzürəm və yeni bir nümunə yazıram. Yeni bir nümunədə də yenə hidrogenlər o dediyimiz qaydaya əsasən karbon 4 valentli olmalıdır. Maksimum 4 xətt çıxmalıdır. Buna əsasən qeyd edib yazdım. İndi gedək ən uzun zənciri tapaq. Ən uzun zəncir ən çox karbon olan zəncir sayılır. Nömrələyək. Görək hansında daha çox olur. Düppədüz getsəm 4 dənə karbon olacaq. 1, 2, 3, 4. Üçüncü karbondan aşağı da düşə bilərəm. Bir dəfə də elə bir variantı yoxlayaq. Görək orada neçə dənə karbon olur. Hansı ən çox olacaqsa onu seçəcəm. Hələ ki zəncirimi tapmamışam. Yenə bax, yenə eyni şey 1, 2, 3. Həmən o üçüncü karbondan aşağı düşürəm 4, 5. Gördünüz, burada daha çox oldu 5. Başqa bir variantda da olmayacaq. Yenə də ən uzun zəncirlə 5 dənə olacaq. 5-dən artığı gəlmir. Ona görə bu zəncirimi tapdım. Gördünüz, düşdüm, aşağı getdim, qeyd elədim. Nömrələmə dediyimiz kimi ikinci qayda deyir ki, nömrələnmə radikal yaxın tərəfdən aparılır. Mən əgər aşağıdan başlasam nömrələnməyə, 5-ci karbona 1 desəm, 1, 2, yuxarı çıxdım, 3, 3-dən CH3 birləşibdir. Amma bu bir tərəfdən başlasam, görürsünüz, CH3 ikinci karbondan birləşibdir. Ona görə nömrələnmə ilə buradan qeyd elədiyim kimi olacaqdır. 1, 2, 3, 4, 5, 5 dənə karbon olan alkan pentandır. Ona görə pentan sonda yazılacaq. Radikalların yerləşdiyi nömrələr, karbonun nömrələri, qayda 3 dənə yazmışdı, yerləşdiyi karbonun nömrələri. İkinci karbondan nə birləşib? CH3. CH3-ün adı nədir? Metil. Bir də üçüncü karbondan CH3 birləşib. Onun da adı metildir. Ona görə də belə yazacağım. 2 dənə radikal eyni olduğu üçün 2,3 D2 deməkdir. Yəni 2 dənə metilim var. Dimetil yazacağım. Əgər 3 metil olsa, trimetil yazacağım. Yəni bunu qeyd eləməliyik. Bu da Yunan adlandırması əsası D-tri-tetradan istifadə eləyəcək üzvü kimyada. Bu belə. Ümid edirəm ki, bu beynəlxalqda problem yaşanmadı. Metillər burada qeyd elədim. Gördünüz, CH3, radikallarımız bunlardır. Sonra səmərəli adlanmanın qaydalarını deyək. Səmərəli adlanmada birinci qayda ən çox çıxıntısı olan karbonu tapırıq. Ona birləşən radikalları sadədən böyüyə adlandırırıq. Ən çox çıxıntısı olan karbona isə metan kimi baxırıq. İndi isə biz səmərəli adlanmaya nümunə yazacağıq. Hidrogenlər karbonun valenti 4 olmalıdır. Ona görə bir xətti var kənarda. 3 dənəsi çatmır ki 4 olsun. Ortada 3 xətti var. Bir hidrogeni çatmır. Kənarda 2 xətti var. Bir hidrogeni, 2 hidrogeni çatmır. Ən çox çıxıntısı olan bu dairəyə aldığım karbondur. Sağı, solu və aşağıdan radikal birləşdiyi üçün buna metan deyirəm. Ən çox çıxıntı olan budur.
Və radikallar da qeyd edirəm və bunlar radikallardır. Radikalların adları nədir? Bu metildir, CH3, yenə CH3-dür metil. 2 karbonu olan radikal isə etil radikaldır. Etil radikalını C2H5 şəklində də yazırlar. İndi adlandıraq. Yenə 2 dənə metil olduğu üçün dimetil, dediyim kimi dimetil. Bunu yadınızda saxlayın. Niyə yazılmır? Dimetil, etil, metan. Dimetil, etil, metan olacaqdır. Radikalları bilməyiniz vacibdir. Əgər bilməsəz adlandıra bilməyəcəksiniz. Növbəti bir nümunədə yazıram. Onunla da ümid edirəm ki, başa düşəcəksiniz və bir daha da testlərin üzərində işlədikcə daha yaxşı olacaqdır. Yenə hidrogenlər dediyim kimi karbonun valentinə əsasən 4 olmalıdır. Bir çıxıntısı olana 3 dənə birləşdiririk hidrogenləri. Biraz mürəkkəbləşdirdim adlanmanı. Deməli, burada da ən çox çıxıntı olan hansını görürsünüz? 3 dənə xətti çıxanı. CH gördünüzmü? Başqa da yox. Digərləri maksimum 2 dənədir. Buna metan kimi baxıram. Buna birləşən radikallar. Görürsünüz, bax, dairəyə alacağım indi. CH3, CH2, CH3 və aşağıdan da CH2, CH2, CH3 birləşibdir. Bu radikalların adı CH3 bilirsiniz artıq metil. CH2, CH3-ün adı etil, 2 karbonu var deyə. Bunun radikal 3 dənə karbon olan propil radikal və çıxıntı kənardansa, bax qaraladım, göstərdim ki, kənardakı karbona birləşibsə buna propil deyirik. İzopropil radikal da var, ona görə qarışdırmayın. İndi adlandıraq. Metil, kiçikdən böyüyə adlandırmalıyıq radikallar. Biz propildən